чтобы ты мне купил, я делал пока смотри. Какие? Ну, здесь все то же самое, да, пока ничего не изменилось. А ты где эти помидорчики нашла? Какие Ну, помидорчики? те, которые у нас... Ма, вы же с детской подружки вам вот это подойдет. Да, я вот их тоже хотела взять. Блин, они когда на скидке были, надо было взять. Ну ничего. А нам с тобой, только мне отдельно с тобой что-то из парной посуды купишь когда-нибудь? Herkese salam. Çıxmışam evdən, gedirəm marketə, Sabah rayona getməliyəm. Bugün çoxlu yeməklər hazırlamalıyam. Girmişəm Cikaliva, baxıram burada nələr var, nələr yox. İnanın ki, belə bir şey istəyərdim. Печенькаlar koyup çay içmeye. Мне очень нравится, она мне всегда улыбалась. Ее уволили, кажется, и другую принесли. Нет, они меняют. Купишь себе İnanın ki, o kadar помидоры? şey var. Ama benim istədiyim heç nə yoxdur burada. Yəni mən nə fikirləşirdim, belə bambukovu şey istəyirdim, podstavkalar, çaşkalar üçün. Onlar yoxdur. Amma belə baxmaq olar. И мебель в свою новую комнату. Мебель я буду покупать в... Biz də Qalibdən çıxdıq, gedirik marketə. Yolda keçdik mi? Orada şey var, Walmart. Oraya gidirik. Yolu keçdik, geldik. Burada binaların altında Walmart var. Burada keçən göyərtələr olur. Gedim göyərtə alım, kələm alım. Все kızlar, biraz gezdim, baxdım nə var nə yox, baxdım mağazalarda və gəldim nə edirəm kompot üçün təmizləyirəm şeyi, almaları. Bir daha salam kızlar. Biraz işlerim vardı, biraz geciktim. Size göstermedim. Walmart'tan neler aldım. Göyərtə aldım. İndi dolma istəyirəm. Kələm dolma istəyirəm, böküm. Kələm aldım. İndi bunu koyacağım suya, qaynasın və farş hazırlayacağım. Çox belə fikirlərim var. Bugün çox işim var. Çox belə hazırlıq var. Sabah inşallah gidirik rayona və istəyirəm bir həftəlik heç olmasa nəsə hazırlayıb qoyum gedim. Kızım uje kızdırıb verə bilər də qaynanama. Bunları da təmizləmişəm. Bunları biz keçən dəfə getirmişdik rayondan. Balaca almalar. Görürəm ki, uşaqlar yemir. İstəyirəm bunlardan kompot hazırlayayım. İnşallah kompot içərlər. İndi bunları bir dəfədə yuyub. Təmizləməkdən əvvəl yumuşdum. İndi bir dəfədə yuyub qoyaram qaynatmağa. Kompot da qaynasın. Bir də nə aldım? Bunları orada Bazar Store'dan aldım. Bu Bazar Store'da həmişə indirimdə olur. Mən içdiyim Türk qəhvə budur. Bu daha çox xoşum gəlir. Məhəmməd Əfəndi biraz çox belə tündür. Mən onsuz da şəkərsiz içirəm. Yanına nəsə qoyuram da əməmdə, belə şeylər. Ona görə bunu seçirəm. Bu daha çox xoşuma gəlir. Çörək aldım. Olmazsa olmazı. Kızım aldım bunları. O kofe çok sevir. O da ama böyle rastvarimi kofe sevir. Bunu o 3 dəfə içir. 3 dəfə paylaşır, içir. Bütöv bunu içmir. Mən, например, bütöv bunu içirəm. Kızıma bunu icazə vermirəm. Və bunları istəyib. Bunları almışam. Filə almışam. Toyuq kotlet istəyiblər. Toyuq kotlet də hazırlayaram. Və həmişəki kimi razvisnoy alıram. Makaron. Düyü almışam. Nə olur, nə olmaz evdə olsun və qreçka almışam. Bunlar evdə olsun deyə almışam. Qutarmışdı ona görə. Və burada nə var? Burada et çıxartmışam. Bu eriyib. Bunları da erisin. Bunları çıxartmaq lazımdır misorubkadan. İndi misorubkadan da çıxardaram. Özümə çay süzmüşəm. Xalva var idi. Onu çıxartmışam. İndi xalva ilə çay içəcəm.
Buralara baxmayın. İndi qəşəng hər şey eləyim. Hazırlamaq istədiyim şeylər hazırlayım. Bunu da istəyirəm indi pilisosluyum, götürərəm. Çünki bunlar çox qara olurlar. Tez mən də əsəbləşirəm. Bunu neçə dəfə уже yumuşam. Və уже в конце buranı da yuyaram da şeylə, domestos zad eləyərəm, yuyaram, amma bu уже gecə. İndi başlayaq. Nədən başlayırıq? Biz başlayırıq kompotdan. Və başlayaq. Başladım bu spuçilardan istəyirəm bunları da yer eləyim. Yəni bəlkə mən olmayanda istəyəcəklər ya qreşka hazırlayacaqlar özləri üçün ya makaron. Makaron vəbşə uşaqların ən sevdiyim yeməklərdən biridir. Mən də makaron çox sevirəm. Ona görə də razna makaronlar alıram və elə qalanları da hamısını bir bankaya indirəm ki, o уже assorti olur da bizdə. Burada уже keçdim, et çəkirəm misarubkadan. İstəyirəm həm dolma üçün də dedim də sizə dolma istəyirəm bir gün, iki cür dolma. Həm dolma üçün, həm də biraz et qatıram bu filə toyuq qatletlərinə də biraz et əlavə eləyirəm. O da şeylə, yağının, jırı olan et. Buradakı qabları hamısını yumuşam, yığışdırmışam şeydən. Misarubkanı da sразу yerə qoymuşam. Bu kompotdur, уже hazırdır kompot. Bilmirəm indi dadı nətərdir. İnşallah uşaqlar içərlər. Qazanları da özüm üçün hazırlamışam və burada özüm üçün çayda süzmüşəm. Bir çay istəyirəm içim və başlayım. Uşaqlar burada. İnanın ki, heç uşaqlara günorta yeməyi də verməmişəm. Demişəm ki, mənim vaxtım yoxdur. Özləri üçün belə buterbrod sokla içirlər, yeyirlər və mən nə edirəm? İndi mən göyərtiləri eləyəcəm, hazırlayacağım göyərtiləri dolma üçün. Dolma bükəcəm birinci. Sonra уже toyuq qatlet istəyirəm eləyim. Bəlkə də makaron da elədim toyuq qatletlə axşam yeməyi olaraq. Bilmirəm, amma hələ ki dolma bükəcəm indi, dolmaya hazırlaşacağım. Həm istəyirəm yarpaq dolma büküm, həm də kələm dolma büküm. Baxın məndən nə çıxar. Və başlayaq. Burada bol göyərtilər var. Duz əlavə elədim, sarı kök, istiot əlavə elədim. Qəşəngcə qarışdırıram. Düzdür, yumru düyü də əlavə elədim. Amma mən göz arara eləyirəm, çünki bilmirəm da indi ölçüb heç nə eləməmişəm. İndi şeyi də düzəldirəm. İstəyirəm kələm yarpaqları da hazırlayım.
Все qızlar bükmüşəm dolmaları. İndi qəşəng qazana yığacağam və biraz su da əlavə eləyib qaynatacağam. İkisini də belə yığıram və üstündən də o qalan kələmləri. Mən kələm çox sevirəm. Mən çox da nuşla yeyirəm kələmi. Belə smetana zad vurub yeyirəm. Bu da bu dolmadır. Bu da toyuq qatlet farşıdır. Dediyim kimi bura biraz mal ətindən də əlavə elədim və jırla olan. Burada da elə orada kimi duz, istiot, sarı kök və soğan. Soğan düzdür şeydən мясорубкаdan keçirtdim bu dəfə. Очень жалко для тебя, после того, что ты сделал, очень жалко. Kotletləri düzəldirəm. Янка, видишь, какая я бессовестная? Мама, кстати, Янка, мне покажу его. Ты сможешь при обстоятельствах, если сможешь купить? Потому что оригинальные стилусы, которые нужно покупать, они стоят, знаешь, сколько? Извини меня, оригинальные стилусы брендов стоят... Kotletləri da уже hazırlamışam, qoymuşam belə. Burada yağ var. Gözləyirəm ki, dolma hazır olsun. Bunlar pişsin qəşəngcə. Sonra уже kotletləri qızardaram və bəlkə də şeylədim. Makaron süzdüm. Burada da çıxan qabları yuyuram sırasıca. İndi bunları yerbəyer eləyərəm, qurudub silib. Bir çay içmək istəyirəm, oturub və nə edirəm? Gedirəm balkona baxıram, orada nə var, nə yox. Pəncərələr açıqdır. Burada istidir. Gidirik balkona, baxırıq balkonda nə var, nə yox. Paltarlar da yuyuram bir tərəfdən. Bir tərəfdən paltarları yuyub asıram ki, evdə heç nə qalmasın, işim heç nə qalmasın. Yoxdur, onsuz da. Bunu da bir neçə dəfə süpürmüşəm. Bu güllər nəsə bu il bizdə alınmadı. İndi bunları da sulayaram. Baxın, burada nə var, nə yox, çöldə. Pis deyil, hava yaxşıdır, çöl havası. Uşaqlar da çöldə çıxıblar. Böyük qızım orada trenajörlərdadır. Oğluşum futbol oynayır. Və mən nə edirəm? Evdə iş görürəm. Bunlar уже hazırdır. Kotletkalar уже hazırdır. İndi bunları biraz çevireceğim bir dəfə. Kotletkalar. Akay koyarak mənə xıtan ettin. Пришли?